Hər vaxtınız xeyir olsun Çinarə. Bəli, sabahdan etibarən Xəzər dənizində mövsümü olaraq balıq ovu qadağan ediləcək. Bununla bağlı Kənd Təsərrüfatı Nazirliyi yanında Balıqçılıq və Akvakultura Mərkəzindən informasiya təqdim olunub. Qeyd olunur ki, məsələ bu tarixdən etibarən dediyimiz kimi Xəzər dənizində balıqların kürləmə dövrü başlayır, yəni çoxalma dövrü başlayır və bu baxımdan da onların ovu sənaye və yaxud da ki, həvəskar məqsədlərlə ovlanması qadağan olunur. Bu da təbii ki, onların çoxalması yardımcı olmaq məqsədini özündə ehtiva edir. Yəni populyasiyaya hər hansı bir mane olmasın deyə atılır bu addım və proses dövlət qurumlarının nəzarətində olacaq. Balıq ovunun qadağan edilməsi, eyni zamanda ekotarazlığın qorunması, həmçinin bioresursların, yəni müxtəlifliyə sahib olan bioresursların qorunması məqsədi ilə bu addım atılır. Elə bununla bağlı dediyimiz kimi Balıqçılıq və Akvakultura Mərkəzindən informasiya təqdim olundu. Qadağa sabahdan etibarən qüvvəyə minəcək və bu addımla da məsələ mövsümü xarakter daşıyır bu addımın atılması, qadağanın qüvvəyə minməsi və Nazirlər Kabinetinin müvafiq qərarına əsasən atılır bu addım. 1 may tarixindən etibarən qadağa qüvvəyə minəcək, amma daha əvvəl də biz buna bağlı informasiya təqdim etmişdik ki, balıq ovu qadağan edilir, amma digər istiqamətlərdə. Amma sabahdan etibarən olan qüvvəyə minəcək qadağa Xəzər dənizində balıqçılığın, yəni balıqçıların diqqətində olmalıdır. Məsələn, həmin qadağa Xəzər dənizində qüvvəyə minir, amma daha əvvəl aprelin 1-dən tətbiq edilən qadağa isə Kür çayında, Mingəçevir, Sarısu, eyni zamanda Şəmkir bu istiqamətlərdə olan çaylara aid edilirdi ki, məsələ sözü gedən çaylarda balıq ovu qadağan edilmişdi. 1 aprel tarixindən qüvvəyə minmişdi. 1 sentyabr tarixinə qədər davam edəcək. İndiki qadağanın nə vaxt qüvvəyə minəcəyi və hansı balıq növlərinə aid ediləcəyi ilə bağlı informasiya isə elə irəliləyən günlərdə təqdim olunacaq. Amma elə 1 may tarixindən sözü gedən qadağa qüvvəyə minir və balıqçılar bu baxımdan diqqətli olsunlar. Çünki bəzi növlər var ki, onların sayı məhduddur və balıq ovlandığı zaman onların nəsli kəsilir və beləliklə də bu da bioresursların tükənməsinə səbəb olur və bu baxımında sözü gedən qadağanın qüvvəyə minməsi diqqətdə saxlanmalıdır. Qaydanı pozan şəxslər isə inzibati qaydada məsuliyyətə cəlb ediləcəklər və cəzalandırılacaqlar. Çatdıra biləcəyimiz informasiyalarsa bu qədərdir. Sözü yenə də sizə ötürürəm. Bir məlumatı da qeyd edeyim ki, bu sözü gedən cərimələrlə bağlı informasiya da irəliləyən günlərdə qadağanın qüvvəyə minməsindən sonra açıqlanacaq və həmin vaxtda biz müəyyən informasiyaları diqqətinizə çatdıracağıq. Təşəkkürümü bildirirəm. Rəqsanə, aydın olduğu qədər artıq qadağa qüvvəyə minəcək sabahdan etibarən.